Lövhədə iki sözün altından xətt çəkmişəm. Bu videomda şagirdlərimizin ən çox çaşdığı bir məqamı izah eləyəcəm. Görürsünüz ki, burada ınca şəkilçisi ilə sözlər var. Gəlin baxaq görək. Bu sözlərə qoşma qoşulub yoxsa fe'li bağlamanın ınca şəkilçisi qoşulubdur. Əvvəlki birinci sözə baxaq. Yol boyunca söyüdlər əkdilər. Sözü təhlil eləyir. Yol boyu, boy sözün kökü, yolun boyu bu mənsubiyyət şəkilçisi. Ca da olur burada qoşma. Hardan bildik bunun qoşma olduğunu? İndi izah eləyirəm. Diqqətlə baxırsınız lövhəyə. Deməli, ca qoşması 3 dənə sinonimi var. İlə, qədər, bir də görə. Bu sinonimlərin hər hansı biri ilə əvəz eləyə biliriksə, ca-cə qoşma olur, ədat olmur. Baxaq indi. Yol boyunca, hərəsinə bir dənə nümunə deyim əvvəlcə. Məsələn, yol boyu ilə söyüdlər əkilmişdi. Yol boyunca söyüdlər əkilmişdi. Qədər. Məsələn, deyirəm ki, səncə ağlım yoxdur, sənin qədər ağlım yoxdur. Görə. İsmin quruluşca 3 növü var. İsmin quruluşuna görə 3 növ var. Deməli, qoşma olduğunu bilmək üçün biz bu sinonimlərlə, bu sözlərin hər hansı birindən əvəz eləyirik. Baxaq indi. Yol boyunca söyüdlər əkdilər. Yol boyu ilə söyüdlər əkdilər. Deməli, burada ca-cə ilə ilə əvəz eləyə bildim. Qoşmadır. İndi əsas məsələmiz bizim doyunca sözüdür. Baxaq doyunca sözünə. Doyunca sözündən də şagirdlər belə deyirlər. Uşaq doyunca yedi, doyana qədər yedi. Hə, müəllim, mən bunu qədərlə əvəz eləyə bildim. Cümləmin məzmunu dəyişmədi. Bu elə ca qoşmadır. Gəlin baxaq görək. Sözün kökü nədir? Doy. Feildir. Feil qoşmanı, təsriflənən feil qoşmanı qəbul eləyə bilirmi? Bilirik ki, təsriflənən feillər heç vaxt qoşma ilə işlənə bilmir. Doyda doymaq feili təsriflənən feildir. Bu necə qoşma ilə işlənsin? Deməli, buradakı ınca feili bağlamanın şəkilçisidir. Düzdür, qədərlə əvəz eləyə bilirik, amma qaydamız var da. Burada qədərlə əvəz eləyə bildik, çünki isimə qoşulubdur. Feilə qoşulanda nə ilə əvəz eləyirsən elə, o qoşma feilə ümumiyyətlə istisnasız olaraq təsriflənən feilə qoşulmur. Bunu da unutmayın.